Birinci hissədən ədədi ardıcıllıqlar mövzusuna baxırıq. Birinci sualda düstur verilir və deyir ki, ikinci həddi tapın. Bu o deməkdir ki, n bərabərdir 2-ni tapın. N bərabərdir 2. Yəni n'in yerinə 2 qoyacaq. Burada olur A2, n'in yerinə 2 yazsaq, bərabərdir 4 vurulsun 2, üstə gəlsin 7. Burada da 8 üstə 7 bərabərdir 15. İkinci sadə sualdır. İkinci sualda eyni tiplidir. Burada 9-cu həddi tapın deyir. Yəni n bərabərdir 9-dur. Onda yazıram x9, n'in yerinə 9 yazdım. Bərabərdir 3 bölünsün -1 üstündə 9. İndi burada -1 üzərində 9, yəni mənfi ədədin qüvvəti cütdürsə müsbət, təkdirsə mənfi olmalıdır. 9 tək ədəd olduğuna görə elə bu olacaq -1. 3-ü də -1-ə bölürük, eləyir -3. Deməli cavabımız olacaq -3. Yenə 3-cü tapşırıqda eynidir. Burada 5-ci həddi istəyir. N bərabərdir 5 yazıram. Olacaq x5 bərabərdir -1 üzəri n'in yerinə 5 qoydum. Bölünsün n, yəni bölünsün 5. Burada da 5 tək ədəd olduğuna görə mənfi ədəd üzəri tək qüvvət eləyir mənfi. Yəni -1 eləyəcək, bölünsün 5. Bu da elə -5də 1 eləyir. Dördüncü sualda nə deyir? Ayın düsturu verib və deyir ki, ardıcıllığın 4-cü həddini tapın. Yenə eyni tipli sualda, yəni biz nə tapmalıyıq? A4-ü tapmalıyıq. N'in yerinə 4 qoymalıyıq. Burada da olur -1 üzəri 4, üstə gəlinsin 5 vurulsun, yenə -1 üzəri 4. Burada mənfi ədəd üzərində birincidə -1 üzərində 4. Yəni mötərizə yoxdursa, biz buradakı qüvvəti nəzərə almırıq. Ona görə də mənfini yazırıq. 1-in 4-cü qüvvətdə yenə 1 eləyir. Amma digər tərəfdə mötərizə var. Və 4 cüt ədəd olduğuna görə -1 üzəri 4 müsbət ədəd eləyəcək. O zaman yazıram. Üstə gəlsin 5 vurulsun 1. Artıq müsbət 1. Bərabərdir -1 üstə gəlinsin 5 vur 1 5, mənfi ilə müsbəti toplayanda da çıxırıq, eləyəcək 4. Cavabımız eləyir burada B variantı. 5-ci sualda yenə ardıcıllığın 9-cu həddini istəyir bizdən, yəni n bərabərdir 9. O zaman A9 bərabərdir n'in kvadratı, yəni 9-un kvadratı, üstə gəlsin kök altında, yəni kök altında 9. Bərabər 9-un kvadratı 81, üstə gəlsin kök altına 9-dan da 3 çıxır. Bu da neçə eləyir? 84. Elədir Y variantı. 6-cı sualda da yenə ümumi hədd düsturu verib, ilk 3 həddinin cəmini istəyir bizdən. Deməli biz artıq burada 3 həddi tapmalıyıq. Yəni A1-i tapmalıyıq, A2-ni tapmalıyıq, bir də A3-ü tapmalıyıq. Çünki ilk 3 həddinin cəmisi birinci, ikinci, üçüncü hədd. A1 tapmaq üçün n'in yerinə 1 qoyacam. Bu da olacaq A1 bərabərdir 2 çıx n'dir, yazıram 2 çıx 1. Bölünsün 2 vur n'dir, 2 vur 1. Birinci həddim elədi 2-də 1. Deməli, bu elədi, elə altından yazacağım 2-də 1. İndi A2-ni tapmalıyam. O zaman nə edirəm? N'in yerinə 2 qoyuram. N'in yerinə 2 qoyanda olacaq A2 bərabərdir 2 çıxılsın 2, bölünsün 2 vur 2. 2 çıx 2 0'dır. 0'ı da 2 vur 2'ye 4'ə böləndə eləyəcək 0. Deməli A2 oldu neçə? 0. Sonra A3'ü hesablamaq üçün eyni qaydada n'in yerinə 3 qoyuram. Olur A3 bərabərdir
2 çıxılsın 3 bölünsün 2 vurulsun 3. 2 çıx 3 mənfi 1 bölünsün 2 vur 3 6. Bu da elədir mənfi 6-da 1. İlk 3 həddi tapdıq. Amma bizdən cəmini istəyir. Cəmini istəyirsə nə edirik? Toplayırıq. Yəni A1 üstə gəl A2 üstə gəl A3 bunu istəyir. Bunu ümumi şəkildə S üstə yaza bilərik. S cəm deməkdir. Yəni ilk 3 həddin cəmi. S3 bu mənası budur. O zaman olur 2-də 1 üstə gəl 0 üstə gəl mənfi 6-da 1. Toplamada tabii ki 0'ı nəzərə almırıq. 2'də 1 mənfi olduğuna görə çıxılsın 6'da 1. Bu da eləyəcək. Orta məxrəc 6 götürdük. Neçə dəfə? 3 dəfə. 3'dən də 1 çıxanda 2. İxtisar formasında verir. 6 ilə 2'nin də ixtisar aparanda 2 eləyəcək 3'də 1. Deməli cavabımız olacaq 3'də 1. 6-cı sualda 6-cı sualla eyni tiplidir. Ona görə bunu buraxıram. Keçək 8-ci suala. 8-ci sualda A1 və A en üstə gəlinsin 1'in düsturu verib bizə. İlk 3 həddin cəmini istəyir. Yenə bunun üçün də ilk 3 həddi tapmalıyıq. Yəni A1, A2 və A3'ü tapıb cəmləməliyik. A1 var 5'də qiyməti, A2 və A3 tapılmalıdır. A2'ni tapmaq üçün n'ə bir qiymətin verə bilərik. Yəni n'in yerinə 1 yazsaq, n bərabərdir 1. Bu zaman olacaq A 1 üstə 1, 2, A2 bərabərdir. 2 vurulsun AN, yenə n'in yerinə 1 qoyanda A1 üstə gəlinsin 3. Hesablaya bilərik. A1'in qiyməti var 5. 2 vurulsun 5 üstə gəlinsin 3. Elədir 13. Deməli A2'ni də tapdıq 13. A3'ü tapmaq üçün n'in yerinə 2 qoymalıyam. N bərabərdir 2 yazsam olacaq A 2 üstə 1 3 yəni A3. Burada da n'in yerinə 2 qoysam 2 vurulsun A2 üstə gəlinsin 3 olacaq. Bərabərdir. A2'nin qiymətini də tapmışıq. 13'dür. Olacaq 2 vurulsun 13 üstə gəlsin 3. Bu da eləyir 26 üstə gəlsin 3 29. Deməli A1, A2, A3 varsa tapılıbsa ilk 3 həddin cəmini də toplayıram. 5, 13, 18 üstə 29 cavab eləyəcək 47. 9-cu sualda 8-ci sualla eyni tipli sualda 8'in izahına baxıb 9'u rahat şəkildə yaza bilərsiniz. 10-cu suala keçirik. 10-cu sualda ilk n həddinin cəmi. Əgər cəm deyirsə artıq biz burada SN götürməliyik. Yəni SN'in düsturu verib bizə 2 üstü n çıx 1 üstə gəlinsin 1. Bunu yazıram. Ardıcıllığın 5-ci həddini. Ardıcıllığın 5-ci həddi deyəndə A5 istəyir. Bunu A5 tapmalıyıq. AN-in belə bir düsturu var. Çox da istifadə olunur. AN bərabərdir. SN çıxılsın. SN çıxılsın 1. Bu düsturdan istifadə edəcəyik. İndi burada n'imiz 5'dir. Yəni A5 istəyirsə n5'dir. Onda düsturu 5-ci həddə görə yazsam, yəni A5 bərabərdir. Olacaq S5 çıxılsın n çıx 1, yəni 5'dən 1 çıxaram S4. İndi S5 və S4'ü tapmaq üçün SN-in düsturu verilib. Bu düsturdan istifadə eləyəcəyik. Bunu aşağıdan ayrıca hesablayacağım. S5 bərabərdir, yəni N5 olur artıq burada. Düsturda n'in yerinə 5 qoyuram. 5 çıxılsın 1, üstə gəlsin 1. Bu da eləyəcək 2 üstü 4, üstə gəlsin 1. 2 üstü 4, 16 eləyir. Yəni 2'ni 4 dəfə öz-özünə vururuq. Üstünə 1 gələndə 17. Deməli S5'i tapdıq 17. Eyni qayda ilə S4'ü tapacağım. Burada da n'in yerinə 4 qoydum. Olacaq 4 çıxılsın 1, üstə gəlinsin 1. Bərabərdir.
4 çıx 1 3, yəni 2-nin kubu üstə gəl 1. O da eləyəcək 8 üstə gəl 1 9. Deməli S5 S4'ü tapdım. S5 17'dir. S4 də 9'dur. 17'dən də 9'u çıxıram. Eləyir cavabımı 8B variantı. 11-ci sualda eyni bu qaydada hesablanacaq. Ondan eyni tipli tapşırıqdır. Deməli, 12-ci sualda ümumi hədd düsturu verib və bizə deyir ki, bu ardıcıllığın neçə həddi tam ədəddir. Yəni bu o deməkdir ki, verilən ardıcıllıqda kəsir yox, tam ədədləri. Mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər, bütün tam ədədlər aiddir. Amma kəsir ədəd olmasın. Bunu hansı üsulundan tapırıq? Deməli, əvvəlcə verilən düsturu biraz sadələşdiririk ki, daha rahat şəkildə həll eləyə bilək. Burada surətin hər bir həddin məxrəcə bölür. Yəni 3n-i bölürəm n-ə, məxrəcim n-dir. Çıxılsın 16'nı bölürəm n-ə. Bərabərdir. N-lər ixtisar gedir. Qalır 3 çıxılsın 16 bölünsün n. Burada 3 tam ədəddir. Yəni bununla bağlı bir problem yoxdur. 16 böl n. İndi n-ə elə bir ədəd verməliyəm ki, daha doğrusu n elə qiymətlər almalıdır ki, kəsir ifadə alınmasın. Tam ifadə alınsın. Onun üçün də mən 16'nın bölənlərini götürürəm. 16'nın bölənlərini götürürəm ki, 16'nın həmin ədədlərə böləndə tam bölünsün, yəni kəsir ifadə alınmasın. Başlayaq. Neçə ola bilər? N1 olar, sonra N2 olar, N4 olar, N8 və nə olacaq? N16 olar, yəni 16'ın 1'ə böləndə 16, 16'ın 2'ə böləndə 8 bu qaydada gedir. Hamısı 16'nın bölənləridir. Eyni zamanda burada bu tapşırıqlarda bəzən mənfi də götürülür. Yəni başqa bir mövzu daxilində verilsəydi n bərabərdir mənfi 1, n bərabərdir mənfi 2 götürə bilərdi, yəni götürməliyik. Amma burada olmaz. Niyə olmaz? Çünki n bir nömrədir, yəni sıra nömrəsidir və nömrə və yaxud həddin nömrəsi heç vaxt mənfi ola bilməz. Yəni biz silsilədə n-ləri heç vaxt mənfi götürmürük. Ona görə n-lər burada sayı 5 dənə olur. Yəni 5 dənə həddimiz tam ədəd olacaq. Olur A variantı. 13'də də yəni eyni şəkildədir. Yenə surətdə olan hədləri n-ə bölüb buradan uyğun şəkildə, yəni 12'yə uyğun şəkildə həll eləyəcək. 14-cü suala baxaq. Yenə ayın düsturu verir və deyir ki, bu ardıcıllığın 100'ə bərabər olan həddinin nömrəsini tapın. Yəni bizə ayını verib əslində. Deyir ki, ayın bərabərdir 100'dür hədd. Amma n neçədir? N istəyir. N tapmaq üçün əgər bizə ardıcıllığın düsturu veribsə, burada 100, yəni ayın 100 olduğuna görə bərabərdir n kvadrat çıx 8n üstə gəlinsin 80. Bu ifadəni, bu tənliyi həll eləməklə biz n tapa bilərik. Necə həll eləyəcəyik? Biraz daha sadə şəkildə yazıram. N kvadrat 8'in üstə 80 bərabərdir 100. Seksen'den 100'den 80 çıxıram. Bu tərəfə atıram mənfi 20. Bu diskriminant tənliyidir. N kvadratdan asılı olan bir tənliyidir. N'dən asılı bir tənliyidir. Bu tənliyi həll eləmək üçün diskriminant istifadə eləmək olar. Amma Viet teoremindən də istifadə eləyə bilərik. Yəni N1 və N2'ni tapmaq üçün deyə bilərik ki, hansı iki ədəddir ki, onların hasili mənfi 20'dir. Amma toplayanda müsbət 8 eləyir. Burada Vietdə əks işarə ilə götürürdü. Məsəl üçün, mənim ağlıma gələn 10 və 2'dir. Bu düzgündür böyük ehtimalla. 10 və 2, amma nə olmalıdır? Mənfi 2 olmalıdır. Çünki onu mənfi 2'yə vuranda mənfi 20 eləməlidir.
toplayanda da müsbət 8 eləyir. Deməli, mənim şərtlərimi ödəyir. Amma nə eləmirik? N bərabərdir mənfi 2-ni götürmür. Çünki dedik ki, nömrə mənfiyə bərabər olamaz. Ona görə də bizim cavabımız olacaq C variantı, yəni 10. 15-də eynisidir, eyni qaydada tapılacaq. Sonra 16-da nə deyir? Yenə ayın düsturu verilib. 20-yə bərabər olan həddin nömrəsi. Əslində eyni tip tapşırıqdır. Amma bunu da həll eləyək. Bizdə yenə ayın, yəni hədd 20 ayın verilib. Ayının düsturu da verilib. En üstə gəl. Sadəcə burada biraz vurub açmalıyım. N'ə vururam. N kvadrat. Üstə gəlsin. N vur 1. N. 20 də digər tərəfə ataq. Olsun. Müsbətdir, mənfi olur. Bərabərdir 0. Yenə viyyətdən istifadə eləyək ki, daha rahat olsun. Burada məqsədimiz nədir? Hasili mənfi 20, amma cəmi mənfi 1 olan. Mənfi 1 deyirəm, çünki viyyətdə bilirik ki, əks işarə ilə götürülür. Mənfi 1 olan ədədi tapmalıyam. 4 və 5 nəzərdə tuta bilərik. Hasili 20 eləməsi üçün deməli mənfi 4 ya da mənfi 5 daha düzgün olacaq. Mənfi 5 və 4, mənfi 5 4-ə vuranda mənfi 20, toplayanda da mənfi 1 eləyəcək. Mənfini götürmürük, müsbət olan ədədi, yəni 4-ü götürürük. 17-ci sualda ardıcıllığın ilk mənfi həddini istəyir bizdən. Deməli, burada necə eləyirik? Əvvəlcə düstura baxıram. Surətdə müsbət ədəddir. Yəni 7 müsbət ədəddir. Amma məxrəcdə mənfi alınması üçün məxrəc mənfi olmalıdır. Yəni bilirik ki, müsbəti mənfiyə böləndə mənfi ədəd eləyir. Ona görə surət müsbətdirsə, deməli mənfi ədəd məxrəcdə alınmalıdır. Əsasən baxmalıyıq 83 çıxılsın 5n. İndi burada fikirləşirik. N neçə olanda bu ifadə mənfi qiymət alar. Misal üçün, N 16 götürsəm, əgər 5 vurulsun 16 eləyəcək 80. Bu nə olacaq? Müsbət ədəd eləyəcək. Ona görə də N-i 17 götürməliyəm. 17. Çünki ilk mənfi həddini istəyirsə, yəni ilk mənfi alınacaq nömrəni götürürəm. N 17 olanda ilk mənfi ədəd alınır. Bunda da nə olur? 83 çıxılsın 5 vurulsun 17. O da bərabərdir. 83 çıxılsın 5 vur 17 85. Bu da eləyir nə? Mənfi 2. Deməli, məxrəc eləyir mənfi 2. 7-ni də mənfi 2-yə böləndə eləyir mənfi 3,5. Mənfi həddini istəyirsə, mənfi 3,5. Amma ilk mənfi həddin nömrəsini istəyirsə, onda n bərabərdir 17. Bizdən buradan həddi istəyir deyə mənfi 3,5 götürdük. 18-ci sualda bizə deyir ki, yenə ayın düsturu verir və bu ardıcıllığın ən kiçik həddini tapır. Ən kiçik həddini tapmaq üçün burada təbii ki, n tapmalıyıq. Adətən bu tapşırığın qaydası belədir. Misal üçün 5,8-dirsə n-i tam hissə olaraq 5 götürürük. Və yaxud 19-cu tapşırıqda da 8,4-dürsə n-i 8 götürür. Çünki 5-dən yuxarı bir ədəd götürəndə ardıcıllıqda daha böyük. Mötərizənin yuxarısında kvadrat olduğuna görə daha böyük bir ədəd alınır. Və yaxud kiçik götürəndə də yenə kvadrat olduğuna görə daha böyük ədəd alınır. Bizdən ən kiçik həddin istəyirsə, bu mötərizə nə olmalıdır? Ən kiçik qiymət almalıdır. Mötərizə ən kiçik qiyməti də n bərabərdir 5 olanda alır. Yəni 5,8 çıxılsın 5-in kvadratı. Bu da eləyir 0,8-in kvadratı. O da olacaq 0,64. 19 ilə da 0,64-ü toplayanda eləyir 19,64. Cavabımız bu olur.
19 da eyni qaydada. Ən böyük həddi istəyir, amma yenə də eyni qaydada tapılır. Çünki burada çıxma işarəsi var, yəni mənfi işarəsi var. 20-ci sualda esen düsturu verib bu səfər və deyir ki, ardıcıllığın eninci həddini. Yəni bizdən AN istəyir. AN tapmaq üçün AN düsturundan istifadə edirik. Belə bir düsturumuz var ki, çoxlu istifadə olunan düsturdur. AN bərabərdir, SN çıx, SN minus 1. Bu düsturdan istifadə eləsəm, AN bərabərdir. SN var, yəni SN'in düsturu verilib. Yerinə yazıram. 6n kvadrat üstə gəlinsin 4. SN minus 1'i tapmaq üçünsə, burada n'in yerinə SN minus 1 yazıram. Yəni çıxılsın. N kvadratdırsa 6, n çıx 1'in kvadratı. Üstə gəlinsin 4. Qarşıda mənfi olduğuna görə buna diqqət eləmək lazımdır. Bax, SN minus 1'in qarşısında mənfi olduğuna görə artıq üstə gəl 4 nə olacaq? Çıxılsın 4 olacaq. 4'ləri islah eləyirəm ki, birbaşa sonradan qarşılıq olmasın. 6n kvadrat çıxılsın. Əvvəlcə bu düsturu mötərizə daxilində açacağım. N çıx 1'in kvadratı. Müxtəsər vurma düsturlarında A çıx 1 kvadrat. N kvadrat çıx 2n üstə gəl 1 bərabərdir. Bundan sonra sadələşdirmə işlərdir. 6'nı birinci mötərizə xaricinə, daxilinə vururam. Burada fikir verin. Bax, mənfi olduğuna görə işarələr də dəyişir. Burada da yenə çıx 6. 6n kvadratlar islah gedir. Yerdə qalanları yazıram. 12n çıx 6 olacaq C variantı. 21-ci suala baxırıq. Ardıcıllığın ilk n həddinin cəmi. İlk n həddinin cəmi deyirsə, deməli bizə SN düsturu verir. 3 üstündə n çıx 1. Və nə deyir? Bu ardıcıllığın 162'ye bərabər olan həddin nömrəsi. Yəni AN 162'dir və n istəyir. Yenə bayaqki düsturdan istifadə edilir. Yəni AN bərabərdir SN çıx SN minus 1. Burada AN'in verib 162 bərabərdir. SN də var, yəni SN düsturu var. 3n çıx 1. Çıxılsın. SN çıx 1'i n'in yerinə n çıx 1 qoyuruq. Bu da olacaq 3 n çıx 1 üstə gəlinsin 1. Niyə toplama yazdım? Çünki mənfi işarəsi varsa artıq buradakı işarə dəyişir. Mənfi 1 ilə müsbət 1 islah gedir. Yerdə qalan nə qalır? 3n çıx 3n çıx 1 bərabərdir 162. Burada biraz sadələşdirib qüvvət tənliyi həll eləməliyik. 3n çıx 1'i mötərizə xaricinə çıxarda bilərəm. Çünki n çıx 1. Kiçik olan 3n çıx 1'dir. Ona görə bunu çıxardıram. 3n çıx 1. Burada qalacaq 3. Yəni n çıx 1'dən 3n'dən n çıx 1'i mötərizə xaricinə çıxardanda 3 qalacaq. Çıxılsın. Burada da 1 qalır. Bərabərdir 162. Bir dənə kənar hissədə əlavə olaraq bunu izah edin. Birdən aydın olmaz. Yəni normalda belə yaza bilərik. 3n çıx 1'i bərabərdir 3n çıx 1 vurulsun 3 kimi yaza bilərik. Niyə yaza bilərik? Çünki 3'ün üstündə də 1 olduğuna görə və əsasları eyni olan qüvvətləri vuranda biz bilirik ki, toplanır. Yəni qüvvətlər toplanır. Onlar n çıx 1 üstə gəl 1. Bu da yenə 3n eləyir. Yəni 3n çıx 1 vurulsun 3 deyəndə əslində 3n nəzərdə tuturuq. Bu belə bir izahdır. Davam eləyək tənliyə. 3n çıx 1. 3'dən 1 çıxıram eləyir 2. Bərabərdir 162.
Birinci 162-ni bölürəm 2-yə 81. İndi 81 də 3-ün qüvvətidir. 3 üstü 4-dür, 81. Əsasları artıq ata bilərəm. Çünki bərabərləşdirdim. N çıx 1 4-ə bərabərdir. N də 5-ə bərabərdir. Deməli 21-də cavabım olacaq 5. 22-ci suala baxaq. Bu sualda biraz məntiqimizdən istifadə eləməliyik. Əvvəlcə verilən ardıcılığa baxıram. Ümumi həddin tapın. Yəni, ümumi həddin düsturun, ayın düsturun özümü çıxartmalıyım. Ardıcılığa baxıram. 1, 3, 7, 15, 31. İndi baxaq ardıcıllıq hansı fərqlə artır. Ədədi silsilələrdə müəyyən bir fərqlə artış olur. Yəni 1, 3, bax 2 artıb. 3 üstə 4, 7 eləyər. 7 üstə 15, 8. Sonra 15-dən sonra 31 gəlsə 16. Yəni 15-də 16, 31. Bu ardıcıllığına gedir. İndi cavablardan da istifadə edə bilərik. Görürük ki, 2-nin qüvvətləri şəklində artıb. Yəni fərq 2-nin qüvvətləridir. 2, 4, 8, 16. 2 üstü n yazsam, yəni burada n 1 olsa olacaq nə? 2 üstü 1. İndi 2 üstü 1-dən, yəni 2 üstü 1 2 eləyir, bilirik. 2 üstü 1-dən 1 çıxsam eləyəcək 1. Yəni birinci hədd alındı. Sonra n bərabərdir, bu 1 olandaydı. N bərabərdir 2 olsa, yəni 2 üstü 2 çıxılsın 1. 2 üstü 2 4, 4-dən 1 çıxaram 3. Bu ikinci hədd alınır. Sonra n 3 olsa, yəni 2-nin kubu çıx 1. 2-nin kubu 8. 8-dən də 1 çıxsam 7. Üçüncü də ödənir. Bu ehtimalla ödəyəcək hamı. Amma yenə təbii ki, hamısını yoxlayaq. N 4-dürsə 2 üstü 4 çıx 1. Yəni 16 çıxılsın 1 eləyir 15. Bu da ödədi. Və n 5 olanda 2 üstü 5 32 eləyir. 1 çıxanda da 31 eləyir. Deməli, ödəyir. Onda bizim düsturumuz nə olacaq? 2 üstü n. Qüvvətlər bunlar 1, 2, 3. Yəni n-ə kimi